Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasidin ve mu'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli ve emma ba'd. Olmuş şeytanın şerrinden Allah'a sığınıram. Rəhman, Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Maarifləndirmə, yəni təbliğ metodu dərsində. 10-cu dərs bugün 27 dekabr 2025-ci il. Biz keçən dərs axırıncı dərsimiz danışdıq təbliğin tarixi, təbliğin əhəmiyyəti, təbliğ haqqında olan ayələrin bəziləri və təbliğ haqqında olan hədislərin bəzisi. Bugünkü mövzumuz nədir? Peyğəmbərin və yaxud da peyğəmbərlərin təbliğinin hədəfi nədir? Təbliğin hədəfi nədir? Qısa deyim, adlarını deyim, sonra müəyyən miqdar izahat verirlər. Peyğəmbərin təbliğinin ən mühüm hədəfləri bunlardır. 1. Yəni, bu dərsimizə hələ ki 4-cü qeyd ediləm. Mən kitabın yəni arsa ilə deyəcəm. Bu dərs barəsində 4-ü var. 1. Tək Allahçılığa dəvət. 2. Məada dəvət. 3. Təlim və tərbiyyət. 4. Qur'anın bəyanı. Qur'anın nəyi? İzahı. Qur'anda Allah təala buyurur ki, Ənbiya 25. Və mə ərsəlnəkə min qablikə min rasulin illə nuh iləyh ənəhu la ilahə illə ənə fə'budun. Deyir, səndən qabaqda gəlir peyğəmbərlər. Onların hamısından biz vəhiy eləmişik. Onların hamısından bir dənə şüar olub ki, Allah təkdir, Allah'a ibadət edin. Bax, burada bir söz var. Nuhi iləyhi. Nuhi badillər müzari fiili. Müzari yəni ki, istimrari. İstimrari yəni ki, indiki və gələcək feilə. Feildir, gələcək zamana da davam edici feil. Gələcək zamana da aid olan bir feildir. Yəni, edirik və edəcəyik. Yəni, nə deməkdir bu? Yəni, peyğəmbərlərin işi hamısı davamlıdır. Yəni, bütün peyğəmbərlər həmişə bu işlə məşğul olublar. Nə ki, dəvətçi gələcək, hamısı Allahın sözünü deyəcək. Bu ayə nəyin müqabilində deyilib? Bəzilər deyirlər ki, İsa peyğəmbər müxtəlif Allahlara dəvət edir. Bu ayə ona cavab verir ki, xeyr, elə deyil. Hər peyğəmbər gəlib Allaha dəvət eləsin. Nəinki İsa haqqında sizin o iftiranız doğru olmayacaq. Başqa bir ayəmiz var. İnnə həzihi ümmətukum ümmətun vahidə və ənə rabbukum fə'budun. Ənbiya 92. Bu ümmət sizin ümmətinizi vahid ümmətdir və mən siz Rəbbinizəm, mən ibadət edin. Ümmət yəni, bəşərin ümməti, bir də bəşər, bir dənə vahid ümmətdir. Və bir Allahı var. Vahid millətin, bir Allahı var. Biz o da demişdik ümmət barəsində, dedik ki, fikir və əqidəyə malik olan toplum, çoxlu insanlardır. Amma bunların fikri, əqidəsi hamısı eynidir. İstər tək insan olsun, İbrahim kimi, istər çoxlu insan olsun, insanlar kimi. Bir bəşər vahid ümmətdir və bunların bir Allahı var.
Ümmət yəni insan növü. O insan növü ki, özü üçün bir vəhdəti var, birliyi var və bütün insanlar o növdə birdir, hamı insandır. Rəngindən, millətindən, cinsinə asılı olmayaraq, bir insanda hamının da xilqəti eynidir. Hamının gözü, qulağı, burnu, hamısı yerindədir. Rəssamın birliyini bildirir. Rəsmin eyni olması, rəssamın birliyi, yəni ki, təşliyin bildirir. Bəlkə rububiyyət və uluhiyyət məbdəiyyət mənasında. Məbdəiyyət yəni ki, başlanğıc. Təkvini məbdəiyyət var. Təşrii, yəni şəri qayda qanunlar. Təkvini, yəni xilqət. Və tədbir baxımından birdir. Tədbir nədir? İdarə eləyəm. Ki, bura biraz danışıb ayənin barəsi. Mən daha o məsələ girmirəm. Çünki o biraz təfsirli burada ayə Allahın sifətlərindən. İmam Əleyhisselam buyurur ki, öz övladı İmam Həsən əleyhisselama Allahın şəriki olsaydı, Peyğəmbər göndərməzdi və özün tanıtırmazdı. Bir hər hansı bir Peyğəmbər inkar eləməli, Peyğəmbərlərin hamısını inkar etmək deməkdir. Məsələn, Quranda ayəmiz var, Şüəra 105-də Kəzzəbət qavmu Nuhin əl-Mursəlin. Özüm ayrı oxuram. Deyir, Nuhun qövmü Peyğəmbərləri dandılar. Görmüşlər əvvəlki Peyğəmbərləri? Yox. Görmüşlər sonraki Peyğəmbərləri? Yox. Deyir, Nuhun tayfası Nuhu dandı. Deyir, Peyğəmbərləri dandı. Yəni, Nuhu danmaqlıq, onlara hamısı danmaq deməkdir.